Bakılıyam demək bu şəhərdə doğulana necə xoş gəlirsə, Sovetski uşağı olmaq ifadəsi də o qədər qulağa fərqli gəlir. Adına şeirlər yazılan, musiqilər bəstələnən, elə ən az Bakı qədər məşhur məhəllə Sovetski. Hər daşında tarix yatan bu məhəllənin 150 illik böyük bir tarixi var. Köhnə Sovet məhəlləsi. Bakının mərkəzində yerləşən Sovetski öz adını Sovet İttifaqı dövrünün izlərini daşıyan Prospekta Sovetskaya adlı küçədən götürüb. 20-ci əsrin ilk yarısında əsasən də Sovet hökuməti illərində küçə mühüm ticarət və ictimai əhəmiyyətə malik idi. Məhəllənin də bu adla tanınması o dövrün mədəni və tarixi mirasını əks etdirirdi. 19-cu əsrin sonlarında Bakıda neft bumu sürətlə inkişaf eləyir. Şəhərin müxtəlif yerlərində həm varlılar, həm də fəhlə sinfi üçün yaşayış məhəllələri formalaşırdı. Bakı kəndlərindən və ətraf rayonlarından, o cümlədən Şuralar İttifaqının fərqli bölgələrindən neft sənayesində işləməyə gələn fəhlələrin yaşaması üçün Bakıda yeni yaşayış massivlərinin yaranması zəruriləşdi. Sovetski məhz bu dövrdən yaranmağa başlayır. İlk başlarda sadə evlərdə formalaşan bu yer sonralar küçə, daha sonra isə böyüyərək məhəllə olur. İçəri şəhərdən ayırmaq üçün Bayır şəhər, əhalisinə isə Bayır şəhərli deyilən bu ərazi Rus imperiyası illərində Bakıda neft sənayesində fəhlə sinifinin əsas mərkəzi hesab edilirdi. Çünki burada yaşayan işçilər tanınmış neft maqnatlarının ərazilərindəki nefti öz əziyyətləri ilə çıxarırdılar. Burada müxtəlif millətlərdən olan insanlar bir yerdə yaşayır və bu müxtəliflik məhəlləyə unikal bir rəng qatırdı. 1920-ci ildən sonra Sovetski Sovet İttifaqının ideologiyasına uyğun olaraq dəyişməyə başlayır. Bu dövrdə məhəllədə kommunal binalar tikilir. İnsanlar bir-birinə daha yaxın və birlikdə yaşayırlar. Dar küçələri, qədim Bakı evləri, həyətlərdə keçirilən toylar, bayram şənlikləri, həyətlərdəki canlı söhbətlər və uşaqların oyun səsləri bu məhəlləni fərqli edən əsas elementlərdən olur. Sovetski təkcə bir yaşayış yeri deyil, Bakının ruhunu əks etdirən bir məkan kimi tanınmağa başlayır. Sovetski məhəlləsində müxtəlif sosial və mədəni təbəqələrdən olan insanlar yaşamışdı. Məhəllədə yaşayanlar arasında işçilər, ticarətlə məşğul olanlar, eləcə də Sovet dövründə müxtəlif dövlət orqanlarında işləyən insanlar vardı. Eyni zamanda Sovetski yerli kriminal quruluşlarla əlaqəli bəzi adlarla da tanınırdı. Özünəməxsus qaydalarla yaşayan Sovetski məhəlləsində böyüyə hörmət və kiçiyə qayğı ənənələri hər zaman qorunardı. Bu xüsusiyyətlərinə görə bu məhəllə